Deməli 42-yə kimi izah eləmişdim, 43-də qalmışdıq. 43. Our English teacher was very glad all her students had done well in the last exam. Deməli nəyə fikir veririk? Əgər bağlayıcı varsa, iki cümləni bağlayırsa, tərcümə böyük rol oynayır. Our English teacher was very glad. Bizim İngilis dili müəllimimiz çox şad idi, çox sevinirdi. Mikrofonunuzu söndürün. All her students had done well in the last exam. İnşallah, yəni məni nəzərdə tutmuş olardır. Bütün şagirdləri imtahanda yaxşı nəticə göstərmişdilər deyək. Nə üçün, nəyə görə müəllim çox şən idi? İnşallah ayın 20-si görəcəyik. Nəyə görə çox şən idi? Çünki səbəb verib. Müəllimin sevinməyinin səbəbi şagirdlərinin hər birinin imtahanda uğurlu nəticə göstərməsi idi. Deməli, cavab burada Y variantı. Though, although, ikisi də eyni məna verən bağlayıcıdır. İkisindən sonra da cümlə gəlir və ziddiyyət verir. Yəni, though-nu seçirsinizsə, deməli, although-nu da seçə bilərsiniz. Baxmayaraq ki, deməkdir. So-dan sonra nəticə gəlir və til də qədər, dak deməkdir, zaman bağlayıcısıdır. 44, passive voice istəyir. What are these pants made of? Bu şalvar nədən hazırlanıb? Məchul növdür, bəli. Çünki nəqli cümləyə, ümumiyyətcə sual cümləsində əgər dolaşırsınızsa, çevirin nəqli cümləyə. These pants are made of silk. Məsələn, bu şalvar ipəkdən hazırlanıb. Are made of. To be, üstəgəl participle to varsa, deməli, məchul növdür. Bir düzdür. Are the dresses made of silk expensive? Sual cümləsidirsə, özəlliklə öndə bağlayıcı feil varsa, bağlayıcı nədir? Am, is, are, was, were və s. Varsa və sifətlə və yaxud da müstəqil yəli əvəzli ilə bitirsə, deməli o məchul növ deyil. Və mən bunu çevirsəm nəqli cümləyə, the dresses made of silk are expensive. Belə deyərəm. İpəkdən hazırlanmış paltar bahadır. Are expensive. Yəni bu are-ın tamamlayıcısı sifətdir. Və burada participle to be-siz qaldığına görə məchul növ deyil. Getdi 2. Are the pants made of cheap material? Şalvar ucuz materialdan hazırlanıb. Və nəqli cümləyə çevirək. The pants are made of cheap material. Are made of, yenə əgər biz to be participle to verə biliriksə, deməli məchul növdür. 4. Are there any dresses made of silk? Burada isə zeri-zera ifadəsi əgər sualdırsa, çox vaxtı sualda verilir. Ümumiyyətcə, zeri-zera ifadəsi ilə başlayan cümlələr məchul növ olmur. Zeri-zera, they, was, they, were və s. Yəni zaman fərqi ola bilər. Sualda o hiss olunmur da elə də. To be önə keçdiyinə görə hiss olunmur. Amma məchul növ deyil. Qaldı 1-3, bir variantı. 45, exclamatory sentence nə idi? Nida cümləsi idi. Və bunu keçən dərsdə də izah eləmişdim. What və how-lu nida cümlələri. Deməli, əvvəlcə what gəldiyinə görə, what-un gəlin düsturunu yazaq. Deməli, what, üstəgəl. Mötərizə içərisində an və sifət. Bu mötərizə içərisində niyə yazıram? Çünki onların olub-olmaması bizim ismimizdən asılıdır. Ola da bilər, olmaya da bilər. Və üstəgəl noun, yəni isim, üstəgəl subject, yəni mübtəda, üstəgəl predicate, xəbər. Nədir? Bax, what-un düsturu budur. What-lu nida cümləsi. What, üstəgəl, article, əgər İsm təkdirsə, sayıla bilən təkdirsə, article, an, sifət, ola da bilər, olmaya da bilər. İsim üstəgəl mübtəda xəbər. Bəzən deyirlər, ism üstəgəl əvəzlik xəbər. Əvəzliyin yerinə başqa mübtəda da ola bilər. Ona görə, deməli, birə məsəl üçün bizim düsturumuza uyğun is, it verib görürsünüz. Xəbər, is, xəbər, it, mübtəda. Bu formada cümlənin sonuna özəlliklə diqqət eləyin.
Is üstəgəl mübtəda ola is üstəgəl it olmaz. Was it olmaz. Əvvəlcə əvəzlik olmalıdır və yaxud da isim olmalıdır. Sonra xəbər olmalıdır. Bu getdi. 2. What implies gestures they are. Bax düzdür. Yəni artikel yoxdur. Ümumiyyətcə what-da yalnız qeyri-müəyyənli artikel işlədə bilərsiniz. They artikel işlədə bilməzsiniz. Və isim cəmdirsə də artikeldən istifadə olunmur. What, sifət, isim, mübtəda, xəbər. Deməli 2 düzdür. How-ya gəlincə, how-nun düsturu necə olur? How, üstəgəl, sifət və yaxud da zərf, bu sizin feilinizdən asılıdır. Üstəgəl, mübtəda, xəbər. Yəni orada artıq isim yoxdur. Artikel yadımızdan çıxdı. Üstəgəl Z, mübtəda və xəbər. Belə olur. How, sifət, zərf, üstəgəl Z, üstəgəl mübtəda, xəbər. How-lu nida cümlələrində xəbərə fikir verin. Əgər xəbər to be-dirsə, yəni bağlayıcı feildirsə deyək, amma ən çox bağlayıcı feillərdən to be işlənir. Am, is, are və s. Am olmur da is, are filan, was, were belə olursa, o zaman sifət olur. Xəbərimiz hərəkət bildirirsə, o zaman how-dan sonra zərf olur. Və indi how-ya baxaq. How impolite the gestures are. How üstəgəl sifət, artikel, mübtəda, xəbər. Deməli 3 düzdür. Bir də cəmdir, bəli. 3 də düzdür. What impolite the gesture is. Yəni buradan o tərəfə how-nun sıralaması olduğuna görə burada what-u istifadə edə bilmərik. 2-3 düzdür, o da C variantı. Yenə deyirəm, how-lu nida cümlələrində xəbərə dəqiq fikir verin. Ola bilər düşər, xəbəriniz tutaq ki, məsələn, belə bir cümlə yazım. How nice ya da tutaq ki, nicely she is talking. Məsələn. Burada xəbərimiz is talking sırf feildir, hərəkət bildirən feildir. Ona görə siz sifət yox, zərf seçirsiniz. How nicely she is talking. Xəbərə mütləq fikir vermək lazımdır. 46-ya keçdik. Who invented the first umbrella? Sual cümlələrdir və mübtədaya bir də mübtədanın təyininə sual verərkən biz köməkçi feildən istifadə etmirik. Məsələn, 1-ə bir də 3-ə baxın. Bir düzdür. Who invented? Kim ixtira etdi? İlk çətiri. Köməkçi feildən istifadə olunmur. Past simple'dır və salam, düzdür. 3-də isə did qətiyyən istifadə etmək olmaz. Who did invent deyə bilməzsiniz. Who invented? Yəni, 3-ün düzgün forması elə 1 idi. 2. When was the first umbrella invented? İlk çətir nə zaman ixtira olunubdur? Sual cümləsidirsə təbii ki, sual sözündən sonra xəbər gəlir. Xəbərin birinci hissəsi, yəni köməkçi feil gəlir. Sonra nə mübtəda, ondan sonradakı ikinci xəbərin əsas hissəsi. 2 düzdür, amma 3 səhvdir. When the first umbrella was invented deyə bilmərik. Çünki bu konkret əgər sual cümləsidirsə, bax bu xəbərin köməkçi olan hissəsi mübtədadan əvvələ keçməlidir. Deməli, cavab oldu 1-2, 1-2, B variantı. Make up a sentence. Bu barədə bu önümüzdəki 3 gün ərzində danışacağıq. Cümləni biz necə qururuq? Cümləmiz nə ilə başlayır? Mübtəda ilə. Mübtədamız nədir? Məsələn, götürərəm Jane-in ailəsini. Jane's family. Yəni kim? Mübtəda kim və nə sualına cavab verir? Jane's family. Kim? Bundan sonra bizim nəyimiz gəlməlidir? Xəbər gəlməlidir. Neynədir? Left. Tərk etdi. 1-6 olana fikir verək. Bir D variantı, bir də C variantı. Haranı tərk etdi? Təbii ki, left for ilə işlənir, ya da ki, söz önsüz işlənir. İndi burada for varsa götürürük. Ümumiyyətcə, leftin söz önü olub-olmaması onun işləndiyi yerdən asılıdır. Məsələn, mən left for Baku deyirəmsə, Bakıya gedirəm. Eləcə də burada left for Boston. Bostona gedir. Amma left Boston alsa, Bostondan çıxır deməkdir. Bostonu tərk edir. Hara gedir? Bostona. Üstəgəl, yer, place deyirdik biz buna. Yer, left for Boston, 6-4. Deməli, Jane's family 1, left 6-4. 1-6-4. C variantına baxıram. For Boston at 7 o'clock. 2-3.
5 anı? Hə, Boston. Cavab C variantı. Yer və zaman. Mübtəda xəbər, yer, zaman. Deməli, swapped qaydasını yadınızda saxlayın. Subject mübtəda, verb xəbər, object tamamlıq, place yer, time zaman. Ən sonda zaman gətirirsiniz. Keçdik 48-ə və kəmiyyət bildirən sözlərdir. Flower sayılmayandır deyə maçla işlənə bilir, çünki maçdan sonra da sayılmayan isimlər gəlir. 2. Two sacks of flour, bu da düzdür. Biz artıq əgər numerativ söz demişdim sizə işlənirsə, bu sayılmayan və yaxud da cəm isimlərin miqdarını belirləyən sözlər piece'dir, sack'dir, nə bilim və s. da bir sıra tutaq ki, slice, dilim, loaf və s. Bunlar var və bunlar of ilə cəm və ya sayılmayan isimlər birləşir. Ofdan sonrası bizə lazım deyil. To-dan sonra sacks cəmlənib və salam, yəni bu düzdür. Sonra a lot of flour, a lot əgər ismə birləşirsə bizə mütləq ofla birləşməlidir. A lot of ya da lots of flour. A few sack of flour, a few'dan sonra sack cəmlənməli idi, sacks olmalı idi. 4 getdi. Many sacks of flour 5 də düzdür. Bu many sacks'ə aiddir. Bəzən çaşırlar, deyirlər many flourla işlənməz, amma many sacks'ə aiddir. Ofdan əvvələ baxırsınız. 1, 2, 5 cavab B variantı. Every morning I heard the school children our anthem in the schoolyard. Və kompleks obyekti, kompleks obyekt nədir? Feil, üstəgəl tamamlıq, üstəgəl feilin şəxssiz formaları, məsdər və yaxud da feili sifət. Deməli, here feili o feillərdəndir ki, həm ing ilə işlənə bilər, həm to-suz işlənə bilər. Burada bizə verilibdir to-suz. Yəni, elə bir test ola bilməz ki, here, see, watch, observe, notice, seem və s. hissi qavrayış ifadə edən feillər. Bunlar cümlədə işlənirsə, variantda ya yalnızca to-suz məsdər, ya da ki, ing, feili sifət istifadə olunur. İkisi bir arada olmaz. Yəni, burada to-lu məsdər lazım deyil, sang zamana düşüb, past participle-da əslində lazım deyil, sang feilin ikinci formasıdır, were singing keçmiş davam edici zamandır. Qətiyyən izaha ehtiyac yoxdur, bu feillər əzbərlənməlidir. 50. Of these girls, of ilə cəm ismə birləşib və xəbər təkdir. Baxaq variantlara. All əgər, indi both-dan başlayayım da, birinci A variantından başlayayım. Both cəm ismə birləşir, xəbər cəm olur. Some cəm ismə birləşirsə, xəbər cəm olur. All cəm ismə birləşirsə, xəbər cəm olur. Every of-a birləşə bilməz. Yəni, every-ni of ilə ismə birləşdirmək istəsək, gərək biz one-dan istifadə edək. Every one of these girls, belə olsun. Qaldı əlimizdə neither. Neither of ilə cəm ismə birləşir, xəbər tək olur. Cavab Y variantı. 51. Doesn't show a bird. Hansı söz quşu göstərmir? Dav göyərçin, butterfly kəpənək, pigeon göyərçin, o çöl göyərçini. Parrot tutuquşu, swallow qaranquş. Butterfly nədir? Butterfly, kəpənək. Kəpənəkdəki nə bilim həşəratdır da. 52. Your goals help you to study much. Burada bizə bu testdə göstəricimiz, açar sözümüz muchdır. Muchdan sonra hansı dərəcə işlənir? Müqayisə. Müqayisə dərəcəsinin göstəricilərinin sırasında birinci yerdə than durur, ikinci yerdə much durur. Muchdan sonra müqayisə lazımdır. Well, adi dərəcə, good, adi dərəcə, the best, üstünlük dərəcəsi. Əlimizdə CE variantları qalıbdır, müqayisə olan. Və more ilə heç vaxtı better özü müqayisəyə düşüb də, təzədən more ilə bir də işlənməz. Qaldı C variantı. Much better. 53. Droughts played by two people. Droughts nədir? Oyun adıdır. Oyun adları droughts, chess, futbol, nə bilim, qalan tenis, digər oyunlar. Xəbəri həmişə təkdə götürür. Biz buna deyirik idman, oyun, əyləncə. Xəbəri həmişə təkdə götürür. Deməli, xəbər burada nədir? Is, arı atıram cəmdir, vörü atıram cəmdir, bir də was. 1-4. Bunlar biz sayılmayan isimləri sıralayanda demişik. 54. Which word doesn't go with the others? Hansı söz digərləri ilə uyğunlaşmır? Piano çalğı aləti, flute fleyta çalğı aləti, violin skripka çalğı aləti, gitar gitara çalğı aləti, plate boşqab deməkdir, məişət əşyasıdır.
55 make up a sentence cümlə qururuq. Yenə mübtəda axtarırıq biz. The jeans adətən bəzi ifadələr var ki, biz onu cümlənin önündə istifadə edə bilmərik. Məsəl üçün, the jeans desəz müəyyəndir. Cümlənin önündə çox vaxtı bir müəlli artiklından olan, indi o istisnalar heç, istisnalar deyəndə əzbərlədiyimiz ölkə adları filan, bunlar heç. Biz ümumilikdən danışırıq. Əgər the jeans olsaydı, gərək onda the jeansdən sonra onu təyin eləyən nəsə gəlməli idi. I bought yesterday filan məsələn də. Amma the price of deyə bilərəm, qiyməti. Nəyin qiyməti? The price of the jeans, cinsin qiyməti 1.5. 1.5-ə baxıram və the price of the jeans xəbəri gətirməliyəm. Was very expensive. Expensive sifətdir. Qalır əlimizdə zərf very və sifəti zərf təyin eləyər. Sifət zərfi təyin eləməz. Həmişə əgər əlinizdə bir sifət, bir zərf varsa, birinci zərfi qoyun qabağa, arxasından sifəti qoyun. Çünki o zərf o sifətin təyinidir. Zərf sifətin nə zaman təyini olur? Həmin sifətin dərəcəsini artırmaq üçün. Əslində burada very dərəcə verən zərfdir. Çox bahalı. Deməli, cinsin qiyməti çox baha idi. 1, 5, 2, 4, 3. 1, 5, 2, 4, 3. Cavab B variantı. 56. Passive voice istəyir bizdən. The Egyptians used these plants as a medicine. Əvvəlcə zamana baxaq. Used past simple'da. Past simple'da bizə nə lazımdır? Ya was ya da were. Hardan bilirəm was ya da were olmasını? Hələ ki, keçək is used indiki zamandır. Use'da ümumiyyətcə to be-nin qaydası yoxdur. Were, was. A, B, D variantı qaldı. Və bu zaman tamamlığı tapmalıyam. This plant, bu bitki. Təkdir deyə was olmalıdır. Were atdım. Əlimizdə qaldı D variantı. This plant was used as a medicine. Və salam. Keçdik 57-yə. Elon Musk is person in the world. In the world deyirsinizsə, demək ki, üstünlük dərəcəsidir. Çünki sözönü ilə məkan, yer və s. Məkan, yer eynidir. Həyatımda, sinifimizdə, ailəmizdə, dünyada, ölkəmizdə, Azərbaycanda, Afrikada, Avropada və s. Söz cümlənin sonuna baxırıq təbii ki. In sözönüsü özəlliklə üstünlük dərəcəsidir. Və ona görə B variantı the richest. As rich as olar, amma heç cümləmizə uyğun gəlmir. As rich as adi dərəcədir. Eynən richer olmaz, çünki bizə müqayisə lazım deyil. Richest'in artiklı yoxdur E variantının. Richer də müqayisədir. Deməli, Elon Musk dünyada ən zəngin şəxsdir. The richest. Modal verb istəyir bizdən. Əvvəlcə cümləyə baxmamış deyim ki, cümləyə baxıram. Variant, yəni boşluqdan sonra to-lu məsdər yoxdur. Deməli, bizə to-suz məsdərlə işlənən modal feil lazımdır, ya da variantın özündə to olmalıdır. Ought to ilə işlənir, to-su yoxdur. A variantı getdi. Oughtn't da to ilə işlənir, to-su yoxdur, getdi. Və last week, keçən həftə zamana baxırıq. Onda had to verməli, çünki have to, has to indiki zamandır. She had to work very hard last week. Keçən həftə çox işləməli oldu. Modallarda nə edirsiniz? Birinci to axtarırsınız. To ilə işlənəndir, yoxsa işlənməyəndir. Cümlənizdə to var, yoxsa yoxdur. İkinci zaman və tərcümə. 59. Exclamatory sentence, nida cümləsi. Təzədən o düsturu yazmayacağım, çünki izah eləməyə başlayanda yazmışdım. What a big teeth you have. Burada səhv nədir? Teeth cəmdir, amma article veribdir. Article yalnızca tək isimlə işlənə bilər. How big teeth you have. How big bildik. Teeth you have, isim, mübtəda, xəbər. Biz bunu how ilə istifadə eləyə bilmərik. How the big, how'dan sonra z gəlməz. How, sifət, sonra z gələr. What big teeth you have, D variantı düzdür. What üstə gəl sifət, cəm isim, mübtəda, xəbər. What big teeth have you, burada da xəbər mübtədadan önə keçə bilməz. Qaldı D variantı. 60. Choice would make you happier. Səni daha xoşbəxt edə bilər. Hansı seçim? İsim varsa biz həmişə deyirik. Əgər isim varsa, ismin önündə which, what kind of bu kimi sual sözlərindən, ifadələrindən istifadə edə bilərsiniz. Who insana aiddir. Cansız isimlə bərabər işlənə bilməz. Ümumiyyətcə, who mübtədanın yerindədirsə, o ismi təzədən istifadə eləmək olmaz.
When zamandır, when choice deyə bilməzsiniz. Which-i deyə bilərəm, why səbəbdir deyə bilmərəm. How long da müddətə verilən sualdır. Deməli, which choice would make you happier? Hansı seçim səni daha xoşbəxt edə bilər? 61. Bizə nə lazımdır? Tense form, zaman. Cümləyə baxıb zaman zərfi axtarırsınızsa, if a week ago, past simple-ın zaman zərfidir. Bombs indiki sadə zamandır, will bomb gələcək zamandır, has bombed indiki bitmiş zamandır, is bombing indiki davam edici zamandır. Qaldı past simple y variantı. Russia bombed Ukraine's Kharkiv city a week ago. Bir həftə əvvəl Rusiya Ukraynanın Kharkiv şəhərini bombaladı. 62. Verb, feil lazımdır bizə. Jane is interested in. Söz önü varsa ing seçməlisiniz. Playing və salam. Başqa izaha ehtiyac yoxdur. Söz önü varsa verb ing. Və bu da gerund olur. Jane pianino çalmaqda maraqlıdır. 63 və bağlayıcı. Əvvəlcə bağlayıcıların öz arasından ata bildiklərimizi ataq. Both and ilə işlənər, or ilə işlənməz. Neither nor-la işlənir, either or-la işlənir. Əlimizdə qaldı both and, neither nor. Deməli, xəbərə baxırsınız, xəbər təkdir. Both and-in xəbəri heç vaxt tək olmur, cəm olur. Qaldı bir variantı. Neither Azerbaijan nor Turkey has economic relations with Armenia. Nə Azərbaycanın, nə Türkiyənin Ermənistanla iqtisadi əlaqələri yoxdur. İnkar əvəzliyidir və inkar məna verən bağlayıcıdır. 64. Columbus had to swim to the shore and... Deməli, cümləmiz təsdiqdir. Burada bilirik ki, yəqin ki, so axtaracağıq. Zaman olaraq nədir? Əgər have to ifadəsi modal feil olaraq past simple gətirir. Biz had-in özündən yox, diddən istifadə edirik. Necə ki, modal feillərdə have to, has to, had to, sualda do, does, diddən tələb edir istifadəni. Və biz qısa cavablarda da had to varsa onu didlə, has to varsa, have to varsa does ilə işlədirik. So did the other sailors. Demək ki, bir düzdür. Digərlərinə də baxacağıq. Bir düzdür. Sonra cümləmiz past simple'dır və təsdiqdir. So had deyə bilmərəm, çünki had o zaman istifadə edirik ki, past perfect olsun. Neither deyə bilmərəm, cümləmiz inkar deyil. Və sadə bir cümlə də verməliyəm. The other sailors did to. Təsdiq olduğuna görə to'dan istifadə edə bilərəm. 1-4 C variantı. 65. Were the jury talking about? About varsa, deməli, nə olur? What about? Who about? Kim haqqında? Nə haqqında? About-a birləşə bilən bunlardır. 3 və 4. What time və when about söz öncüsünə ümumiyyətcə söz önüyə birləşə bilmirlər. 3-4 cavab D variantı. Deməli, jüri yaxud da hakimlər nə haqqında danışırdı, kim haqqında danışırdı. She didn't eat anything, she was fasting. Deməli, o heç nə yemədi, bağlayıcıdır, hər iki tərəf ayrı-ayrılıqda tərcümə eləyək. She didn't eat anything, o heç nə yemədi. She was fasting, fast oruç tutmaqdır, o oruc idi, oruç tuturdu. Nə üçün heç nə yemədi? Oruç tutduğuna görə səbəb gəlir. Səbəbi nə ilə verə bilərəm? As ilə və because-la. Because verə bildiyiniz yerə as da verə bilirsiniz, çünki hər ikisi səbəb gətirə bilir. 1-4, cavab B variantı. Despite baxmayaraq deməkdir və özündən sonra qətiyyən cümlə götürə bilmir. İsmi birləşmə gəlməlidir. Məsələn, despite fasting, oruç tutmasına baxmayaraq, she drank a glass of milk, məsəl üçün, bir stəkan süd içdi. Despite fasting, özündən sonra ismi birləşmə gəlir. But da əks məna verir. Deməli, 1-4. 67. Düzgün cavab istəyir. There are many deers. Deer elə isimlərdəndir, haradasa 3-4 məşhur isim var, amma isimlər çoxdur. Sheep, swine, fish, deer. Bunların cəmlənməsi kənardan baxılanda görünmür, çünki et şəkilçisi falan götürmürlər. Deməli, A variantı səhvdir. There is a few deer in Şirvan National Park. A few varsa, deməli, deer cəmdir, xəbər tək ola bilməz. There are few deer in Şirvan National Park. Bunu saxlayırıq. Şirvan Milli Parkında az marallar var.
There was some deer. Some'dan sonra deer gəlirsə deməli cəmlənibdir. There was deyə bilməzsiniz. There were a deer. A deer-dirsə article varsa deməli təkdir. Were də xəbər cəm deməkdir. İşlənə bilməz. Cavab C variantı. There are few deer in Shirvan National Park. 68 passive voice istəyir. A lot of cattle in Qarabağ region before the occupation in 1992. A lot of cattle. Candle nə idi? Cattle. Cattle cəm isim sayılır, düzümü? Deməli, və xəbər ümumiyyətcə passive voice istəyirsə, verb to be üstəgəl participle to lazımdır. Variantlara baxaq, kept-in to be-si yoxdur. To be verb var, amma keeping veribdir. Keçmiş davam edicidir. Cattle-ı cəm götürürük deyə was kept deyə bilmərik və zaman olaraq da keçmiş zaman olduğuna görə are kept də deyə bilmərik. Cavab Y variantı. Sonra 68-ə baxdıq. 69. To answer 30 questions in 60 minutes. Deməli, to varsa və bizdən modal feil istəyir. Have to A variantında have to güya veribdir. Sualda do-dan istifadə olunur ya da does-dan. İndi studentsdirsə do the students have to answer. Belə olmalıydı A-nın düzgün forması. B-də olduğu kimi do the students have to answer. Və had, has, have bunlar önə keçib to-nu. Ümumiyyətcə bunlar to-dan aralana bilməz. Yadınızda saxlayın. Modal feil olaraq have, has, had qətiyyən to-sundan aralana bilməz. Will the students be able olmalıydı. Will be able. Həmişə variantlarda be-siz verirlər əgər səhv cavabdırsa. Və did-dən də had olmaz. Did varsa have olur. Cavab oldu B variantı. 70. Match the words to their definitions. Reserved, social, frantic. Sözlərə baxdınız hardasa. Reserved nədir? Qapalı, mühafizəkar, utancaq, çəkingən. Social, qaynayıb qarışan, sosial deyirik. Frantic, qəzəbli. Və ən yaxşısı definitionu oxuyub sonra sinonimi tapmaqdır. Enjoying spending time with others. Başqaları ilə vaxt keçirtməyi sevən. Deməli bu socialdır. 2A. Slow or unwilling to show feelings. Öz hisslərini göstərməkdə çox yavaş olan, yəni göstərmək istəməyən, unwilling könülsüz deməkdir. Bu reserveddir. Yəni ki, qapalı insanlar hisslərini asanlıqla ifadə edə bilmir. 1B. Sonra very worried, unable to control emotions. Narahat, öz emosiyalarını kontrol edə bilməyən, əsəbi, gərgin, frantic, qəzəbli. 3C. Deməli, 1B, 2A, 3C. 1B, 2A, 3C. 1B, 2A, 3C. Cavab D variantı. Keçdik. Make up a sentence, cümlə qurun. Deməli, cümlə quranda bizə mübtəda lazımdır və insan adı görürüksə dərhal bizi özünə çəkir. Christopher Wren neynədir? Built, tikdi. 2-1. 2-1 axtarıram. B variantına baxacağam. Tikdi. Nəyi tikdi? Təsirli feillər özünə sonra obyekt tələb edir. Nəyi tikdi? Kilsəni. Obyekt. Baxın. Subject, verb, object. Nə zaman tikdi? Time. P yoxdur. Həmişə swapped deyirik. P yerdir. Yer də burada yoxdur. Nə zaman tikdi? In the 17th century, 17-ci əsrdə. Cavab oldu B variantı. Sonra exclamatory nida cümləsidir. What a cute children. Children-ı dərhal gördüksə article işlənə bilməz. What cute children they are. Bu düzdür. Children cəmdir deyə burada article-dan istifadə olunmuyubdur. Amma what sifət, isim, mübtəda, xəbər düzdür. How cute the children are olsaydı düz olardı. How cute children they are, isim, mübtəda, xəbər what-un quruluşudur. What cute children are they demək olmaz, mübtəda sonra xəbər gəlir. Cavab B variantı. 73. By the time our soldiers came, the enemies some hostages. By the time deyəndə ümumiyyətcə perfect yadınızda saxlayın. Perfect. Hansı perfect? Cümləniz keçmiş zamandadırsa past perfect olur. Cümləniz indiki zamandadırsa nədir? Future perfect. Gələcək bitmiş olur.
By the time our soldiers came, bizim əsgərlərimiz gələnə kimi düşmənlər bəzi hostages, nədir, sığınacaqları götürmüşdülər. Deməli, the enemies had taken. E variantı. Məsələn, by the time you come, sən gələnə kimi, əgər indiki zaman by the time-dan sonra gəlirsə, I will have done all my lessons. Mən bütün dərslərimi bitirmiş olacağam. By the time bitmiş zaman tələb edir digər tərəfdə. Öz yanında past simple varsa, keçmiş bitmiş olur. Öz yanında present simple varsa, indiki sadə zaman, gələcək bitmiş olur. 74. The children were sitting, sofa. Divanın arasında oturarlar, üstündə on the sofa, 1B. Mr. Hale was sitting, kreslonun içində, kreslo çökək olduğuna görə içində gedir. In the armchair. The guests were sitting at the table. Stolun arxasında, yəni ətrafında. 1B, 2C, 3A. 1B, 2C, 3A. Cavab C variantı. Sonra. Yaxşı. 75. Bizdən feilin düzgün formasını istəyir. Hər iki tərəfdə boşluq buraxılıb. Yəni, şəxsli feil də buraxılıb, şəxssiz feil də buraxılıb. Ən asanı əslində budur. Baxın, here feili də əlimizdə. Here feili özündən sonra həm ing götürür, həm tusuz məsdər götürür. Deməli, tuları atdım. Qaldı əlimdə A, B, D variantı. Burada zamana baxmalıyam. Here-dirsə, mother üçüncü şəxsin təkidir. Onda hears olardı. Keçmiş zamandır demək ki. Mother heard her little baby cry. Ana körpəsinin ağladığını eşitdi, ağlamasını eşitdi. 76. Bu feillər əzbərlənməlidir. Interrogative sentence, sual cümləsi. How many hotels was deyə bilməzsiniz, hotels cəmdir deyə was-aya deyərsiniz. How much hotels deyə bilməzsiniz, much cəm isimlə yox, sailmeyen isimlərlə işlənir. How many hotels are there in Trabzon deyə bilərsiniz, Trabzonda neçə otel var? How many, cəm isim, xəbər cəm, düzdür. How many hotels there are demək olmaz, cümlə sual cümləsidir. How many hotels there were demək olmaz, yenə cümlə sual cümləsidir. Cavab C variantı. 77. Complete. Complete eləyəndə, yəni tamamla, cümlə tamamlamada. Baxırsınız, all our curious neighbors wanted to know. Bilmək istəyirdilər. Nəyi bilmək istəyirdilər? Tamamlıq budaq cümləsidir. Və nə edirik? Əgər sizə cümlənin əvvəlini verib və complete deyirsə, bilməlisiniz ki, variantlarda da ikinci tərəf mütləq mübtəda sonra xəbər quruluşunda, yəni nəqli cümlə quruluşunda olmalıdır. Where Anar traveled. Where traveled Anar xəbər mübtədadan önə keçə bilməz. Wanted to know zətdən istifadə olunmur. Sual sözləri və yaxud da if və ya whether gəlir. That Anar traveled to France zətdən istifadə olunmur. Yəni wanted to know, wondered, asked. Bunlar zətdən işlənə bilmir. That Anar traveled. Onlar bilmək istəyirdilər ki, Anar Fransaya gedib. Bu nə deməkdir? When, nə zaman gedib? 4 və 1. When